Hər döyüş bir nəfəs, hər döyüş bir yazılmamış səhifədir. Hər döyüşçü də oxunmamış bir kitabdır. Bugün də studiyamızın qonaqları, mən deyərdim ki, elə real həm 1-ci Qarabağ müharibəsinin, həm 2-ci Qarabağ müharibəsinin canlı şahidləri, eyni zamanda real oxunmamış kitab demək olar həmin şəxslərə. Salman Xudaverdiyev xüsusi təyinatlı qüvvələrin mənsubu, eyni zamanda bizim tank qoşunlarında müharibədə böyük rəşadət göstərən hərbiçimiz, eyni zamanda qazimiz, müharibə veteranımız buradadır. Ramin Şirinov, xoş gördük hər birinizi. Salamlayıram. Və əlbəttə ki, təbii ki, ilk növbədə başlamaq istəyərdim Salman bəydən, protokola uyğun olaraq. Salman bəy, sizi tanıyanlar tanıyır və digər ictimaiyyətə kütləmizə də istəyirik ki, tanıtdıraq, sizin döyüş yolunuz haqqında məlumat verək. Və bildiyimiz qədər həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində iştirak eləmişsiniz. Hətta xüsusi təyinatlı qüvvələr yaradılmamışdan qabaq bu kəşfiyyat bölmələrinin Azərbaycanda formalaşdırılmasında böyük əməyiniz keçib. Buyurun. Biz elə bir qəhrəmanlıq eləmədik. Biz öz vətənimizi qoruduq, dövlətimizi qoruduq, xalqımızı qoruduq. Mən deyərdim ki, biz yer üzərində tək millətik ki, özümüz, öz torpaqlarımızı gecə olsa xilas elədik. Bizim Müzəffər Ordunun Ali Baş Komandanımız İlham Əliyevin deyək ki, o müdrik siyasəti, o həmişə deyir ki, mən nəyi nə vaxt edəcəyimi özüm bilirəm. Bəli, 30 il gözlədik, yəni bizim silahımız, sursatımız, yəni müəyyən şeylər öz yerini tutandan sonra biz özümüz, deyək ki, öz gücümüzə, ordumuzun, xalqımızın gücünə biz 30 illik həsrətimizə son qoyduq. Bəli, həqiqətən ağır günlər idi. Elə mən istəyərdim başlayasınız 1-ci Qarabağ müharibəsindən və 2-ci Qarabağ müharibəsini, 44 günlük vətən müharibəsini müqayisə eləsək, taktiki imkanlarda, döyüş imkanlarında, eyni zamanda hərbi texniki, maddi texniki bazadan müqayisəsini götürsək, hansı vəziyyət idi? 1-ci Qarabağ müharibəsi ilə 2-ci Qarabağ müharibəsində hansı müqayisələr aparmaq olar, paralellər aparmaq olar? Demək ki, mən Qərbi Azərbaycanın Dərəl-Əzmahalı, yəni Qonşu kəndində doğulmuşam. Bəli. Bizim alnımıza o vaxtı qaçqınçılıq yazıldı. Yəni bizim öz tarixi torpaqlarımızdan deyək ki, qaçqın düşdük. Demək, 89-90-cı illər, 91-ci illərdə mən Rusiyada, yəni o vaxt SSR idi. Mən orada hərbi hava qüvvələrində xidmət elədim. 91-ci ildə Azərbaycana gələndən sonra, yəni həmin vaxtlar, yəni 90-cı ildən belə deyək ki, Artıq Qarabağda müharibə gedirdi. Biz, yəni mən özüm deyirəm ki, mən SSR-də gördüyüm, yəni xidmət elədiyim yerdə o silah sursatı durğunluq bir dövrü də deyək SSR-də həmin vaxtlar. Amma biz Azərbaycanda silah sursatın olmayan bir vaxtında bizim, belə deyək də, düşmən üstümüzə hücuma keçdi. Demək olar ki, bizim yaşayış məskənlərimiz, deyək ki, mülki yaşadığı yerlər. Bəli, yerlə yeksan olundu. Yəni, dünyada analog olmayan vəhşiliklər yaratdılar. Həmin vaxt o, mənim 20 yaşım var idi. Mən onda gənc idiniz. Çox gənc idi. Həyatda bəlkə də ilk addımları atırdınız. Bəli, mən həmin vaxtlar müəyyən kurslar keçdik, müəyyən, deyək ki, o vaxtı hərbi hissələr demək olar ki, Azərbaycanın ordusu yox idi da, yəni yox dərəcəsində idi, ancaq könüllü dəstələr var idi. Mən o könüllü dəstələrin, yəni belə deyək də, parçalanmış bir hissələrdə xidmət edirdim. Orada həmlə zərbə rotası deyilən bir yer var idi. Mən orada kəşfiyyatda xidmət edirdim. Sonradan imtahan verib birinci, belə deyək də, xüsusi təyinatlara xidmətə keçdik. Yəni biz, belə deyək də, çox vaxt bizim əsir düşmə halları çox olurdu. Çünki ermənilər demək olar ki, hara baxırdın onlarda silah sursatı idi. Ancaq bizdə tapılmırdı da, yəni biz onu tapa bilmirdik. Yəni zirehli tank gəlirdi, biz onun qarşısına
avtomatla, 7.62 ilə, 5.45 ilə çıxırdıq məsələn. Amma bizim deyək ki, o vaxtki 1-ci Qarabağ döyüşənlərimiz olsun, şəhidlər olsun, qazilər olsun, belə deyək, veteranlarımız çox əziyyətlər çəkdi. Onların eləsi var idi ki, tank o minanı götürüb tankın altına girib, o tankı partladılar ki, bilirlər ki, o tank gəldi, hamını əzib keçəsidir. Çünki öz canından fəda edirdi, öz canından vurdu. Bu ancaq bizim millətə, bizim kişilərə məxsusdur o hərəkətlər. O rəşadət. Bəli, bəli. Yəni, belə deyək də, mən deyərdim ki, 2020-ci il, yəni 2-ci Qarabağ müharibəsi 1-ci Qarabağ müharibəsinin davamı idi. Çünki 1-ci Qarabağ müharibəsində şəhid olanlar, qazi olan, veteran olan insanların deyək ki, uşaqları 2020-də döyüşdülər. Və yaxud da ki, mənim kimi qazi olanlar yəni sonradan 2020-də təzələn döyüşdü. Biz belə deyək də, həmin vaxtı deyək ki, 1-ci Qarabağ müharibəsində bizim silah sursatımız və yaxud da bugünkü gündə bizim İlham Əliyevimiz, Ali Baş Komandanımız bu vaxt olsaydı, bugün biz Ermənistan deyək ki, Azərbaycandır. Yəni İrəvan Azərbaycandır. Bugünkü silahlanmanın 1-ci Qarabağ müharibəsində heç olmasa 2%, 3% olsaydı biz indi Qərbi Azərbaycanda, öz dədə-baba torpaqlarımızda rahat yaşayırdıq. Milli qəhrəmanlarımızdan kimlərsə görmüsünüz cəbhədə, real döyüşdə yan-yana olmusunuz yəqin ki. Mən deyərdim ki, elə 1-ci Qarabağ müharibəsində də, 2-ci Qarabağ müharibəsində də bütün döyüşənlər hamısı qəhrəmandır. Bilirsiniz, məsələn, Əliyarın Əliyar Əliyev özü, bəli, orada belə deyək ki, Xocalının sırf belə deyək çıxarılmasında belə deyək də önəmli addımlar atan Əlif Hacıyev. Əlif Hacıyev. Onları mən hamısını şəxsən tanıyırdım. Mənim münasibətim var idi. Bir də görürdünüz ki, mən ən çox erməni bayrağını deyək ki, formamda gəzdirən belə deyək ki, döyüşçü olmuşam. Çünki biz çox vaxt kəşfiyyatda olurduq. Biz kəşfiyyatdan qaydanda, yəni onların bizə qarşı o qədər belə xoş münasibətini görürdük ki, çünki biz elə məlumatlar gətirirdik ki, yəni onlar döyüşə girib rahat həmin yerləri alırdılar. Baxmayaraq ki, yəni silah sursatın erməni dilini onda siz bilirsiniz. Bəli, biz həmin vaxtı mən Qərbi Azərbaycanda doğulmuşam, bayaq onu mən vurğuladım. Həmin vaxtı bizə hardasa bir neçə il erməni dilindən belə deyək də, yarımçıq dərs keçdilər. Sonradan deyək ki, Azərbaycan ordusu deyək ki, belə deyək 92-ci ildən müəyyən kurslara biz göndərildik. Orada o dilin həm yazılış, həm danışıq, onların hamısını yəni bizə öyrətdilər. Çünki biz o dili bilməsəydik, yəni Azərbaycanın çox rayonlar getməli idi. Yəni onların elə bir xəritəsi Azərbaycanlıların, yəni bizlərin əlinə düşmüşdü ki, yəni biz dəhşətə gəlirdik. Onlarda xəritə var idi ki, həm də deyirlər ki, vaxt gələcək ki, yəni onların həmin vaxtı dedikləri ki, biz onu xəritədə də görürük ki, o elə bil Yevlax istiqamətinə qədər onlar hamısını qırmızılayıb öz belə deyək ki, torpaqları kimi qəbul edirdi. Ki biz donuzlarımızı biz gətirib orada sulayacağıq da, belə deyək, onların deyilişi ilə. Sonradan düzdür, onlar dediklərinə nail oldular. Onlar deyirlər ki, biz Bakıya gəlib, Bakıda çay içəcəyik, belə deyəcək, elədilər. Tanklarımız demişdilər Bakıya gələcək. Bəli, gəldilər. Məsələn, özləri gəldi Reşotkada çay içdilər, tanklar da gəldi. İndi Qənimətdar Parkında indi gedib hamımız baxırıq. Biz yenə deyim ki, biz Azərbaycanlılar yer üzərində heç millətik ki, bizim qadınlarımız, kişilərimiz şirdi pələkdir. Biz 2020-ci ildə, bunu biz 1-ci Qarabağ müharibəsində də görmüşdük ki, yəni xalq belə ordu ilə, ordu da Ali Baş Komandanla birləşəndə dəhşətlər olur da, yəni gözəl bir belə əl işləri olur. Yəni bizim də orada çox xüsusi işlərimiz oldu, belə deyək ki, bizim orada döyüşçülər var idi ki, dollarla onların başına pullar qoyulmuşdu.
Yəni bu onlar elə bilirdi ki, indi biz hardasa kurs keçib gəlmişik, onlar elə onlar onu dərk eləmirdi ki, biz elə anadan doğulandan bizim qanımızda döyüşən xalq, əlimiz Əzmkarlıq var, rəşadət qılınc var. tutmaq, Əlimiz qılınc tutmaq. bəli, bizim ürəyimiz, bilirsiniz, insanın belə deyək, silahı da olar, belə deyək də, amma o ürəyi yoxdursa, o silahdır, hamısı boş şeydir. Mümkün deyil. Bəli, bəli. Biz antiterrorda da yenə də bir yerdə xidmət eləyəndə yenə də arada görürdünüz ki, sosial şəbəkələrdə ermənilər yazır ki, Hindistandan, falan yerlərdən ən bahalı raketlər, qurğular aldılar. Düzdür, aldılar. Bizdən də çox deyək, aldılar da, silahlandılar. Amma silahları atan, onları belə deyək də bizim üstümüzə yağdırmağa kişi tapanmadılar. Nə o barədə zabit kadrları yox idi, nə də bir şəxsi heyət formalaşdıra bilməmişlər. Eyni zamanda bir şücaətli bir ordu formalaşdıra bilməmişlər. Məsələn, elə çox yaxşı toxundunuz. 2020-ci ilin Vətən müharibəsindən sonraki dövrdə bilirsiniz ki, Rusiya sülh məramlılarının Qarabağdakı fəaliyyəti dövründə Rusiya sülh məramlıları birmənalı şəkildə oradakı erməni separatçılarına çox yüksək dəstək göstərirdi. Onlara şərait yaradırdı ki, orada bir növ sığınacaq hazırlasınlar, yeni diviziya formalaşdırsınlar, hərbi texnika, silah, sursat yerləşdirsinlər, mülki avtomobillərlə Qarabağa deməli, döyüşən şəxslər və yaxud digər muzlu şəxslər gətirilirdi, sursatlar, artilleriya qurğuları gətirilirdi və s. Elə vurğuladığınız kimi, məsələn, Hindistandan Pralay, kvazibalistik Pralay raketlərini almışlar, hansı ki 500 kilometr mənzilə sahibdir və bu kvazibalistik raketləri vurmaq olduqca çətindir. Çünki qatı yanacaqla uçur deyim, yəni hava hücumundan müdafiə qoşunları çox çətinlik çəkir bu istiqamətdə. Bir növ elə bəzi parametrlərinə görə İskəndər M raketlərini də üstələyir. Eyni zamanda deyək ki, Bastion zirehli patrul avtomobilləri Fransanın verdiyi, daha sonra Fransa Yunanistandan xahiş elədi ki, biz sizə Rafale döyüş təyyarələrini verəcəyik, əvəzində Ermənistana hava hücumundan müdafiə sistemləri, S-300-ləri, Buk M1, Asacinit raket kompleksləri tədarük edin və s. Amma gördüyünüz kimi elə sizin sözünüzə qüvvət, cəmi 23 saata biz tamamilə suverenliyimizi bərpa elədik və düşməni ərazimizdən çıxarıb təslim olmağa məcbur elədik. Xatırlayırsınız yəqin ki, antiterror tədbirlərini. Bəli, buyurun. Bilirsiniz, yenə deyirəm ki, onlar çox hazırlıqlı idilər. Yəni, özləri kimi çürük dövlətlərə arxalanmışlar. Yəni, biz özümüzü arxalanmışdıq, Bəli. biz cənab prezidentimizi arxalanmışdıq, ordumuza, xalqımıza arxalanmışdıq. Amma onlar özləri kimi yenə deyirəm, vurğulayıram ki, hər dəfə də vurğulayanda adamın özünə də bir ləzzət edir ki, yəni özləri kimi çürük dövlətlərə, Fransa nə dövlətidir ki, ona arxayın olub o boyda, yəni bizim üstümüzə silah sursat. Yenə deyirəm ki, var idi silahları, sursatları, hər şeylər var idi. Əgər belə deyək də Ağdərə rayonu cənab prezidentin siyasəti ilə ora təslim olmasaydı, biz illərsə də döyüşsəydi, yenə ora çox güclü bir belə deyək də bunkerlər var idi. Müdafiə istehkam çox yaxşı idi. SSR-nin vaxtından orada çox böyük hazırlıqlar getmişdilər. Bugün də ermənilər deyək ki, sosial şəbəkələrdən Azərbaycana bir növ belə deyək də təzyiqlər göstərmək istəyirlər. Yenə də biz bunların belə deyək də olsun rəhbərləri, olsun xalqı, onlar həmişə deyirdi ki, biz okeandan okeana, dənizdən dənizə Ermənistan. İndi nə okeandan okeana, nə dənizdən dənizə, indi stolbadan stolbaya razılaşıblar. Bilirsiniz, yenə deyirəm ki, bizim xalqımız, bizim liderimiz baxanda da görürsünüz ki, bütün dövlət, prezidentlər, hamısı bizim cənab prezidentlə görüşmək istəyir, onun əlini sıxmaq istəyir. Bəli. Bizim prezidentə bir belə çox şeylə baxırlar da ki, yəni 44 günə və yaxud da 23 saata bir belə ərazini, belə deyək də, öz torpaqlarımızı, belə deyək də, o daşnaqlardan, o düşmənlərdən xilas eləmək heç bir liderə qismət olmuyor. Məsələn, biz 300 il idi ki, biz torpaqlarımızı itirə-itirə gedirdik. Amma olsun... İlk dəfə idi ki, bu 300 ildə biz torpaq geri qayıtdıq. 4 il döyüşdük, sonra belə deyək... Aprel döyüşləri... 4 gün müharibəsi, sonra 44 gün, sonra 23 saatlıq. Bilirsiniz, bu bizim elə bil alnımıza, o həmişə deyirik də ki, döyüş alnımıza yazılıb. Yəni, biz geç milləti ki, bizim, yəni Azərbaycanın sərhədləri öz
torpaqlarımızdan həmsərhədik. Bəli. Olsun Rusiya, olsun İran, olsun yəni başqa Ermənistan. dövlətlər. Yəni hamısı bizim torpaqlarımızdır. Yəni biz bundan sonra da inanırıq ki, bizim Ali Baş Komandanımız, Müzəffər Ordunun Ali Baş Komandanı, Müzəffər belə deyək, prezidentimiz İlham Əliyev bizim tarixi torpaqlarımız olan Qərbi Azərbaycana, yəni mənim doğulduğum Dələ Ləzmalına biz ora qayıdacağıq. Düzdür. Özü demişkən, yəni cənab prezidentimiz demişkən biz ora Tanklarla yox, mülki. zirvə texnikalarla yox, öz şəxsi maşınlarımızla gedəcəyik. Yəni yenə deyirəm ki, cənab prezidentimiz Ermənistan, yəni Qarabağda oturan o separatçıların prezidenti olsun, onların bütün dediklərinə belə deyək, arzularını həyata keçirdi. Yəni onlar Azərbaycanda çay içmək istəyirlər, Reşotkada çay içirlər onlar. Yenə də onların o zirehli tankları Azərbaycana gəlmək istəyirdi, gəldi. O Qənimətlər Parkında indi uşaqlarımız gedir, indi onun üstündə oynayır. Gör, onlar nə vəziyyətdə özlərini saldılar ki, Azərbaycan belə deyək də, Azərbaycan ordusu demək olar ki, 23 saata ağla gəlməyən bir əməliyyat həyata keçirdi. Özləri də şokdaydılar. Bəli. Yəni bu gün də hələ Amerika kimi bir dövlət, Amerika kimi bir dövlətin prezidenti əgər o can atır ki, İlham, yəni cənab prezidentimizin əlini sıxmağa, bilirsiniz, amma onların prezidentinə baxırsan, heç bilmirsən, bu prezidentdir və yaxud baş nazirdir, yəni bilinmir də, yəni bunlar yəni özlərini tanımır. Amma Azərbaycana qarşı elə bir siyasət edirlər. Cənab prezidentimiz də yenə sağ olsun ki, onların o arzularını yenə deyirəm, Reşotkada orada həyata bura Ürəklərində qoymadı, saxlamadı. Bəli. Söhbətimizə davam eləyəcəyik. Sözü vermək istəyirəm Ramin bəyə. Ramin bəy, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Xoş gördük və bu günlərdə biz yenə həmin vaxtlara, həmin günlərə qayıdırıq. Hər il, məncə 2020-ci ildən sonra hər il, hər payız bizim üçün müharibə ab-havasıdır. Sizin üçün necə başladı döyüş yolu? Əvvəla təşəkkür edirəm bizi dəvət etdiyiniz üçün. Bizim döyüşçüləri, bu gün tək Ramin yox, hansısa bir döyüşü çəkilirsə, elə bu onu diqqət deməkdir. Bizim bu illərdən öncə gözlədiyimiz bir xəbər idi ki, bizə kimsə bunu əmr verməlidir. Dövlət başçısı xalqına, xalq da dövlət başçısına inanmasaydı, bu heç vaxt bu qərar qəbul olunmazdı. Silah da ola bilər, cənab prezidentimiz demiş, hər bir necə deyək, silahımız var, hər bir sursatımız da var, iqtisadiyyatımız da güclüdür, amma barmağı təhdid olan Azərbaycan əskəridir. Bəli. Bu dövlətin dövlətçiliyə xidmət edən hər bir zabitin, peşəkar zabitimizin illərlə hazırlanmasının nəticəsi idi. Mən hərbiçi ailəsində doğulmuşam, Birinci Vətən müharibəsində də Goranboy rayon Xanqarvan kəndində böyümüşəm. Atam müharibədə olub, əmlərim hamısı peşəkar hərbiçilər müharibədə olublar, hərəsi bir hərbi hissədə. Mənim uşaqlığım müharibədə keçib. Elə bir kənddə olmuşam ki, kənd hər gün vurulurdu. Amma bizim bir amalımız var, bir necə deyirlər, fikrimiz var idi ki, 10 yaşında bir uşaq da olsa, kənddə valideynlərimi gözləməliyəm. Düzdür, kəndimizə şəhid də gəlirdi, kəndimizi vururdular da, hər bir şey. Amma bizim oradan çıxacaq, yəni necə deyirlər, qürurumuz yox idi, o mümkünsüz idi. Evet. Bizim 1 milyona yuxarı qaçqınımız oldu. Bu az bir iş deyildi, bu bir faciə idi. Biz hansısa dövlətlərin bir-birini müharibə edəndə hansısa bir problem yarananda biz ona başqa cürə baxırıq. Amma bir anlığına geriyə çevirib, geri öz həyatımızı baxanda görürük ki, biz onlardan da pis vəziyyətdə qalmışıq zamanında. O da ki, nəyə görə? Normal komandanlıq, vahid komandanlıq olmadığına görə, normal dövlət başçısı olmadığına görə, iqtisadiyyatımız olmadığına görə, maddi texniki bazamız olmadığına görə, müasir silahlarımız olmadığına görə. Bəli. Birinci Qarabağ döyüşçüləri yeri gəlində ov tüfəngi ilə döyüşürdülər. Şəhid olan qardaşının silahını götürüb döyüşürdü. Bir uşaq ki, mən 11-12 yaşım vardı, qrat silahlı raket maşınları vardı, o bizim həyətimizdə düzərdi, mən onların yanında dayanırdım. Biz belə böyüyüb gəlmişdik. Bizim üçün müharibə bəli, bir gün gəlməli idi, bir gün olmalı idi. Çünki hər bir Azərbaycanda kimi, hər bir Azərbaycanda kişi hər birimiz aiddir. Bizim hər birimizin içində bir qisasısı vardı. Çünki biz Azərbaycan xalqının, Azərbaycan qadının gözünün içində dik baxmalıydı. Bizim soydaşlarımız var Azərbaycandan kənarda, Avropada, xaricdə oxuyanlarımız var, necə yaşayanlarımız var, müxtəlif işlərlə məşğul olanlar var. Onlar hər zaman düşmanla qarşılaşan hansısa bir dövlət nə hallar keçirdiyini biz şahid olmuşuq, görmüşük. Yəni, bunu bir gün sonu olmalı idi. Hər kəs elə bilirdi ki, biz qorxuruq,
Hər kəs elə bilirdi ki, biz bitdi Qarabağ söhbəti, 30 il keçdi, hardan olar? Heç kim başa düşmürdü ki, kosmosda peyk almaq nə üçündür? Heç kəs başa düşmürdü Bakı-Ceyhan kəməri nəyə görə axır? Niyə bu qədər silah-sursat alınır? Niyə bu qədər orduya pul ayrılır? Bu dövlətin siyasətidir və dövlət başçısının qoyduğu qərar və şərtlər idi ki, hər vaxt xüsusi təyinatda hazırlanırdı, peşəkar zabitlər hazırlanırdı, peşəkar ordu hazırlanırdı. Hər bir, necə deyərlər, görülən işin arxasında böyük bir qüvvə yaranırdı. Bu da, bir daha deyirəm, hər şey dövlət başçısından asılı olan bir şeydir. Şükür Allah olsun ki, bu vəhdət yarandı. Axır səbr kəsamızın bitmə anı, Allah bütün şəhidlərimizi rəhmət eləsin, General Polad Həşimovun sonunda şəhadəti oldu və bu daha mənim ömür boyu yadıma çıxmaz ki, Cənab Prezident Qəbələ şəhərində o şəkilin qırağında dayandı. Bəli ilə şəhərlər ki, biz generalımızın qisasını alacağıq. Və aldı da. Və aldı da. Və həmən o toplantıda, o yürüyüşlərdə də mən o vaxt iştirak edirdik və orada biz şüar işlədirdik ki, biz Qarabağa gedəsi dövlət, millətik, biz hazırıq. Dövlət başçısı da öz qərarını verdi. Bu, bilirsiniz nə deməkdir? Müharibə irəli demək. Buna böyük bir ürək lazımdır. Buna bir güclü iradə lazımdır. Əzm lazımdır. Bəli, gör biz kimin, hansı dövlətin və hansı bir kişinin idarə etdiyi dövlətdəyik. O da ki, ondan gəlir ki, ulu öndərin yetirilməsi, ulu öndərin gözünün qabağında böyüyən bir gənc gələcəkdə Azərbaycan xalqına və güvəndi və millətinə və bu əmri verdi. Bizdə hər kəs kimi gözləyəm, peşəkar hərbiçi olmuşam. 2005-ci ildə təxris olmuşdum. Tank bölmələrində tank məktəbini bitirmişdim. Hərbi məktəbdə, təlim-tədris mərkəzində. 99-cu ildə. Müxtəlif yerlərdə tank komandiri kimi işləmişəm, PMP komandiri kimi işləmişəm. Mən də ehtiyatdaydım. Müharibə başladı. Sağ olsunlar. Bizim necə deyəm, çağırışımıza, bizim yazılı müraciətimiz qəbul olundu. Mən də hər kəs kimi müharibəyə, o elə bir iş yaranmışdı ki, mən öz hərbi formamı gəlib hərbi mağazadan aldım ki, birdən gedərəm, orada gecikərəm, hərbi form olmaz, deyərlər gözlə hələlik. Yəni, mən onun özümə, o bir Azərbaycan kişisinin sınağı idi. O qədər bir istək var idi ortada. Bəli, Azərbaycan kişisinin bir sınağı idi, Azərbaycan kişisinin bir yetişmiş bir halıdır. Bizim hər zaman analarımız, bacılarımızın bir el arasında bir deyimi var idi, bir gülürdülər, həmişə biz irad tuturdular. 8 Mart olanda hər zaman biz bunları təbrik edirdik, adızda hər bir kişimiz aiddir. Deyirlər kişilərin var, deyirlər kişilərin var, Qarabağ alınanda olacaq. Bu, həmi Lora dillə desək bir eyham idi. Həmi də bir insan olaraq, bu düşüncəli bir insan üçün ağır bir şeydir. Bizim xanımlar onu bizə bilərəkdən üzümüzə vurmurdular. Amma arxasında nə durduğunu, insan vicdanı olan insan onu hiss etməli idi. Bəli. Bugün həmən o gün idi. Həmən o gün idi ki, sentyabrın 27-si. Elə siz də 27-si qoşuldunuz. Yox, ondan bir müddət sonra, bir neçə vaxt sonra. Həmən 27-sindən öncə də mən artıq şəhidlər xeybanında qardaşlarımızı qəbul etdik. Artıq o gün mənim üçün bir dəhşət idi. Dəhşət yox, bilirsiniz, faciə də deyil. Qardaşını dəfn etmək, sağa baxsan qardaş dəfn etsən, sola baxsan qardaş dəfn etsən, çox. İzah olunmaz bir məqam. Mən hər zaman hər bir kəsə deyirəm, müharibədən heç kim geri sağ qayıtmır. Müharibədən sağ qayıtmaq mümkün deyil. Tam orada ruhunu qoyur. Şəhidlər hamısı şəhid oldu, cənnətdədirlər. Geri qayıdanlar amma hər gün ölür. Ayda orada bir əskər, heç bəlkə də bir güllə atmayıb belə sakitcə duran əskər bir qəhrəmandır. Çünki Ohanyan səddindən sonra o tərəf bir fantastik kinolarda görülən bir dəhşət. Axırda bizim, yenə bir daha deyim, Cənab Prezident Ağdamı görəndə ki, bir demişdi ki, bura Ağdam deyil, bura Xorasimadır. Görün nə qədər yanıqlıydılarsa, bizim torpaqlarımızı hansı hala salmışdılar. Çox bir ağır bir iş idi. Yaponiyalı mütəxəssislər Ağdama gələndə dedi, Xirosima, Nagasakiyə bənzədirik. Bura çox evlərin içindən ağaclar çıxmışdı. Bizi hansı vəziyyətdə görürdülər və nələr bunlar qisasında yanardılar. Mənim hər zaman da bir deyimim var ki, biz Qarabağa girəndə tək Qarabağı xilas etməliyik. Qarabağda onsuz heç nə qalmamışdı. Biz bir tək ora girəndə demişəm, ömür boyu da deyəcəm. Biz Qarabağa girəndə, Ohanyan səddindən keçəndə
bizim dədə babalarımızın, şəhidlərin qanını düşman tapdağından qurtardıq. Onların ruhu bir daha dirildi. Onların ailələri bir daha dirildi ki, şükür olsun ki, bizim övladlarımızın qanı düşman tapdalığından, düşman müharibədən sonra düşman o qanın üstünə gəzirdi. O gizlincə bastırılmış cəsədlərin üstünə gəzirdi. O Xocalda qırılan körpə balalarımızın, Qarqar çayının qırağındakı o Topxana meşəsində donmuş qardaşlarımızın, bacılarımızın sümüyünün üstündə gəzirdi düşman. Faciə bu idi. Müharibə döyüşərsən də, udarsan da, uduzarsan da. Müharibənin bir tərəfi var. Amma sənin balalarımın, bizim hər birimizin balalarımız idi. Hər birimizin bacımız, qardaşımız, anamız idi. O qadınlarımızı ki, o günlərə qoymuşdular. Onların sümükləri, insan şəhid olar. Amma insanın şəhid olandan sonra insanın o cənazəsini o günlərə qoymaq, bu ağla sığmaz bir şeydir. Əsl vandalizm. Vandalizm idi. Onların ruhunu biz qarşısında dik durduq ki, biz gəlmişik. Biz gəlmişik. Elə bir atmosfer var idi ki, o 44 gündə. İnanın Allaha, yəni bir meşədə tək də qalırsan, bəlkə də bizi qoruyan elə onların ruhuydu. Allah da bizdən idi, bəşəriyyət də bizdən idi, fəsil də bizdən idi. Torpaq da bizim gəlişimizə sevinirdi. Hər kəs elə bil ki, bizi müharibənin qalib gəlməsində bir səbəbi var idi ki, bütün Azərbaycan bir idi. Bəli. Cənab Prezident Dəmir Yumruğunu həqiqətən bərk sıxmışdı, elə belə yox. Milləti bir etmişdi. Bəli. Hansı dövlətdə görmüşdük ki, prezident müharibəsi gedəndə çıxa hər gün haqqında məlumat verir. Gör bu dövlətin, bu xalqın o qədər inam etibar. Hər gün biz onu müharibədən sonra görmüşük. Hər gün bir insan çıxır, informasiya davasındadır. Bütün dünyaya cavab verir. O dedi ki, bir dəfə mən bezmişəm telefon zəhləri, Paşinyanın telefon zəhlərindən. Hər kəsdən döyüşürdü. Bizim ümumi Azərbaycanın hamısı döyüşürdü. Körpəmizdən axıl kişiyə kimi ən sonuncu əsgərə kimi. Hamının ürəyi səngərdəydi. Bilsiz niyə? O idi, o birlik idi. Bir geri yol yox idi. Bəli. Geri dönüş ki, başlamışdıqsa yəni ki, bunu burada sonlandırmalıyıq. bu bitməlidir. Bu sonu bilinməlidir. Bəli. Biz hər zaman bilin ki, biz çox gedib az qaydanlarıq. Bəli. Biz çox gedib qardaşsız qaydanlarıq. Elədir. Biz geri qaydanda şərəflə də qayıtdıq, üzü anlatıqda qayıtdıq. Amma qaydanda bəzi ailələr var ki, bizim şəhid qardaşlarımız, onların nə qədər istəsək də onlar olsa daha yaxşı olardı. Çətindir, əlbəttə, öz yaxınlarını itirmək. Ümumiyyətlə, şəhidlərlə bağlı danışanda bilirsiniz nətərdir? Biz döyüşən zaman heç kəs bəlkə də çox insan bir-birinin adını bilmirdi. Bəlkə bir 60% bilmirdi. Hamı isimliyindən tanıyırdı ki, budur. Amma elə bir iş yaranmışdı ki, cəbhədə hər kəs bir-birinə qardaş deyirdi. Başda general da qardaş deyirdi, əskər də bir-birinə qardaş deyirdi. Hamı bir-birinə o qədər rahat müraciət edirdi ki, bu birisi yenə deyirəm, bu vahid komandanlıq deyilən bir şey. Komandirlər, bizdə hər bir sən komandir olsun, adi bir kiçik zabit olsun. Bunların hər birinin əskərlə, ümumi döyüşçünün bir danışığı vardı, qardaşım. Bu dövlət uduza bilməz daxil, bunun şansı yox idi. Bizim şansımız da yox. Elə yeri gəlmişəm, bir sualım olacaq sizə və siz tank heyətində olmuşsunuz. Neçə düşmən texnikası məhv eləmişsiniz? Biz tank texnikasının tank komandiri idim. Tank komandiri idim. Tank komandiri idim. Bizdə o atıcı qüvvə deyilən var, bilirsiniz də, yəni hər bir kəsimiz, hər bir tank komandiri, tuşlayıcı operator olur. Bizdə əsas tuşlayıcı operatorun işidir və bizi o qədər çətin relyefdir. Bu müharibədə heç kəs inanmırdı ki, tanklar nəsə edər. Hərəkət edə bilər. Yəni bu tankların girişi Ohanyan səddində səddi yarmaq üçün bizim başda Ahmet komandir vardı, bir hərbi hissənin komandiri, özü oturur tankın içinə, irəli komandası vermişdi. Hərbi hissə komandiri, şəhid oldu. Bütün tanklarımız yandı. İlk həmlədə. Həmləni yaranlar, bax o insanlar. Bilirsiniz, tankçıların bir deyimi var, tankçılar ölmür, tankçılar yox olur. Çünki tankçı vurulursa yanır, onun görə kürədə olmur. Bir növ belə bir deyim də var idi, bayaq siz də vurğulamışdınız. Hazır. Dəmir tabut. Dəmir onun bir deyim ki, yəni bizə gedəndə, biz hansısa yoldan gedəndə bizim öz döyüş yoldaşlarımız var idi ki, bizim bir döyüş yoldaşımız var, həmişə deyirəm, Solatam o deyil ki, tabutlar gedir. Biz elə hər kəs, çünki birisi nətər, bir əskər döyüşürsə, hansı bir formadaysa, general döyüşürsə, bir gizlənməyə yeri var,
blindaja girər, ya səngərə girər, ya ağacın arxasına girər. Axı biz 42 tonda harda gizlənəcəyik? Necə gizlənək? Biz hazır mişenik. Düşmən üçün 42 ton tank, yəni ki bu hazır mişendir. Sən baş linyanı fırlayıb nişangaha toparlayana kimi səni vururlar. Biz attığımız mərmidən nə qədər insan qırıldığını sən bilə bilməzsiniz. Bayaq dedi, sual cavab verir. Biz onu bilə bilmərik ki, neçə adam vurur. Bəlkə də bir nəfər adam ölməyib, bəlkə də minlərlə adam ölüb. Amma o tankın içindəki o texnikalarla üzbəüz biz yox, üzbəüz bizdə siz nətərdir? Bir daha deyim, elə bir relyefdir döyüşmüşük ki. Dağlıq ərazi, Toq kəndindən qalxırsan Topxana meşəsinə, Sığınaq kəndini keçsən, Çanaqçın keçsən, ancaq göydən yağır üstüvə. Bəli. Hər yerdən yağır üstüvə. Çətin idi. Bu ümumiyyətlə çətin. Axır mən Topxana meşəsinə gələn vaxt o vaxt Topxana meşəsində birinci elə bir girəndə biraz tutuldum. O meşəyə tank girər. Biz girmişdik, artıq gec idi. Axı tank haran atacaq meşədə? Hazırlıqda bizi əsirdə götürə bilərlər. Adi bir canından keçmiş iki düşman olsaydı, o mənfur düşman erməni olsaydı, hər bir hərəkət edə bilərdi. Orada düşdüyüm bir video çəkdim ki, dedim buralar bizimdir, bizim olacaqdı hər yer. Yəni mən özümə motivasiya verdim və ətrafımda olan uşaqlara motivasiya verdim ki, narahatam, amma içimdə bir döyüşçü narahatlıq var. Narahatlıq var deyəndə ki, bu bir yalan bir ola bilər ki, o kinolarda ola bilər ki, qorxma, hər şey. Sərbəst. Elə bir şey yoxdur. Döyüşçü qorxmasa, döyüşə bilməz. Döyüşçü hər şeydən ehtiyat etməzsə döyüşə bilməz. Doğru. Döyüşçü körana getsə demək bu peşəkar deyil. Demək bu hazırlıqsız bir döyüşçüdür. Demək bunun məktəbi olmayıb, heç bunun tətik tutan barmağı da zamanında olmayıb. Elə belə birbaşa gəl formanı mən gəlib alacam. Nəyə alacaqsan? Bu peşəkarlıq lazımdır. Komandir qarşıda gedən komandirlərin qərarı və əmrləri lazımdır. Koordinatlar lazımdır. Düzgün mövqe seçmək lazımdır. Gedib çatmaq lazımdır. Bizə Topxana meşəsindən qaranlığı gözlənilib, komanda verildi ki, Şuşaya qalxacaqsınız. Bu bir siz nə deməkdir bir tankçı üçün? İndi zəfər yoludur, onda zəfər yolu yox idi, onda bir balaca cığır idi. Köntək bir yol. Necə o bir azıq mağarası adı belə bir kələ-kötür yollar. Yəni meşənin içindən get, işıqsız. Tanklar söndürücü işıq. İşıq ola bilməz. Amma səsi də bu düşman eşidirdi, kim oradan gəldi? Kim ürəkləri atırdı? Tankın motorunun səsi yamandır. Yəni ki bu amma bir şey var ki, sən qalxmalısan o dəfə. Başqa bir yolun yoxdur sənin burada artıq. Bu siz nə deməkdir? Tankın Şuşaya qalxmağı. Burada bizdən öncə bizim görsün burada bir şey var. Birinci Qarabağda da bir qəhrəmanımız Albert Aqaranov sürücü mexanik olub, onun heyəti olub. Şulayıcı operator olub, komandir tankı olub. Gör bunların ürəyinə olub onda. Biz kimin davamçılarıyıq? Biz kimin arxasınca gedənlərik? Onda da Əzaslanov. Onlar Həzaslanov bizim Azərbaycan tarixindən bizdən qandan qana keçən, millətdən millətə keçən 2 dəfə Sovet İttifaqı qəhrəmanı. Yəni burada nə idi? Əsas bu gün Şuşaya qalxanda biz hər bir Azərbaycan əsgəri qəhrəman. Amma o cığırla, tankla ora qalxmaq mümkünsüz. Şuşi sözünün yanında dayanmaq. Onda Şuşi idi. Tankla həmən yerə qədər gəlmiş. Şuşi sözü ki var, giriş var, qapıda dayandıq. Orada bizdə tapşırıq verilmişdi. Vilayət Quliyev başqa bir hərbi hissənin komandiri, o hərbi hissənin komandanları altında biz getmişdik. Artıq biz öz hərbi hissə komandirimiz Elfin Həsənov bizi artıq ötürmüşdü, başqa bir hərbi hissə komandanlığına verilmişdi. Yəni biz orada qalxanda tapşırıq almışdıq. 4-5 tank, bir BMP. Orada Azərbaycan ordusunun Vətən müharibəsi qəhrəmanı var, xüsusi təyinatlarda Zahir Hüseynov. İnsan qəhrəmanlıqları biz göz önündə görmüşük. İnsan o 2 tankın üzərinə çıxdı və dedi sür Şuşanın içinə. Bilirsiniz bu nə deməkdir? Açıq bir səhrada elə bir ki, düşman. Açıq hədəfsən. Açıq deyən, onsuz da axı bilirdi bu öləcəkdir. Bu insanlar durduq yerdə hazırlanmayıb. Gör o insanlar neçə illər o insanlar hazırlanıb. Bəli. Bizim iqtisadiyyatımızın artımıdır, bizim maddi bazamızın artığıdır, bizim hərbi məktəblərimizin yaranmalı, akademiyalarımızın yaranmalı, kurslarını keçirməyin nəticəsi bu idi ki, bugün peşəkar bir zabit, mənim kimi adam oturur tankıda deyir, sür Şuşanın içinə. Və hərbi hissə komandirləri, Şuşanın içinə Vilayət Quliyevdir, Zahir Məmmədov idi. Bunlar hamısı içəridə oturmuşdu, içəridən komanda verirdi. Gündüz müəllimdir, bunlar adlarını Kənan Məmməd Seydov kimi, Şükür Əmdov artıq Qubadlıda şəhid olmuş. Qubadlıda artıq şəhid olmuş. Bizim hərbi, bizim milli qəhrəmanımız. Milli qəhrəmanımız. Orada Kənan Məmməd Seydov kimi hal-hazırda bir xidmətdədir. Elə bir qəhrəmanların ki,
o yanlarında döyüşmək, elə bir insanlarla döyüşmək elə bir ən böyük Fəxarətdir. cəsarətdir, ən böyük məktəb idi, o bir həyat məktəbi idi. Və mən həmin zaman biz artıq keçdik orada, Naxçıvan Xüsusi Təyinatlarının komandiri Rəşad Aslınovun tərkibində idik, onun yanındaydıq. Orada həmin vaxtda bir tabur da biz yaxdı, Elvar Cəfərov bir tabur gətirirdi. Laçın koridorundan taburu gətirir, yolun ortasından dik. İnsan bütün yola çıxdı. Hər kəs düşman necə vurur onları. Bir saat yəni Çönüb arxaya qışqırdı ki, orada mənim şəhidlərim var, yaralılarım, onu gətirmək lazımdır. Adam qolundan yaralanıb, qolunu mənə bağlatdı, getdi girdi. Şu sözün yanından sol tərəfdə Xankəndi yolundakı meşəyə, qırğına. Dedi, yox, mən dayanmayacağım. Açıq döyüşə girir. Hətta yəni bu dedi, dayanmayacağım. Mobil var idi, bugün hərbi xidmətdə də artıq xidmət edir. Ermənilər əsir götürmüşdü, bir qılçın kəsmişdilər. Diri-diri. Bəli, bu bilsiz nə deməkdir? Bu, bizim millətin, yenə deyirəm, geriyə yol yoxdur sözü var idi. Orada o şəhidlərimizi, orada bizim o yaralılarımızı, mən bulaq vardı, bulaq, o İsa bulağına düşən yoldan götürdük, dağıtıb gətirdik yanımıza. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Allah rəhmət eləsin. Allah, mənim sonuncu şəhid qucağımda olub, müəllim olub. İsrafilov Vidadi. Müəllim idi. Bəli, o bizim birisi nətərdir, ən böyük dəhşət. Sən qucağındakı şəhidi, qardaşını sən geri qaytıra bilmirsən. O xəbəri vermək. Sən xəbər yox. Orada sən kimə xəbər verəsən, o sən qucağında can verir, onu yaşamaq biri olar, ikisi olar. O bir dəhşətdir, çox dəhşətdir. Əlbəttə, çiyin-çiyinə döyüşdüyün şəxsin. Yəni ki, onu çox... Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı arzulayırıq. Salman bəyin simasında, sizin Ramin bəyin simasında ki, həqiqətən canlı-canlı, real olaraq həmin o dəhşətli səhnələri keçmişsiniz. Elə mübarizə yolu keçmişsiniz ki, mən deyərdim ki, bunun özü də elə bir dərslik idi. Bu barədə bir dərsliklər, bu barədə bir dərclər, nəşrlər olmalıdır. Bu barədə bir təbliğat, təşviqat olmalıdır. Sənədli filmlər, bədii filmlər hazırlanmalıdır. Çünki sözün əsl mənasında biz elə 21-ci əsrin müharibəsini aparmışıq və elə bir düşmənə qarşı aparmışıq ki, 30 il ərzində maksimumda göstərə biləcəyi vandalizmin maksimumunu göstərmişdi. Bəlkə də dünya bəşər tarixində kimlər ki bu maksimumu göstərmişdi, həmən maksimumu göstərmişdi. Bizə Xocalı soyqırımını yaşatmışdı, əsirlərimizə qarşı davranışlar və torpaqlarımız azad olunduqdan sonra və suverenliyimizin bərpasından sonra həmin ərazilərdə bayaq elə çox gözəl vurğuladınız. Nə qədər kütləvi məzarlıqlar aşkarlandı ki, insanlar... Biz onu müharibədən sonra nə qədər qarşılaşdıq ki, bizim o zamanında orada əsir düşmüş qardaşlarımızı apardılar. Onlara orada hansı işgəncələri verilib və gözlərinin önündə neçəsini bir dərənin içində bastırıblar, onlar hamısı sıxır üzə. Bəli. Bugün onların bir daha nəyə qadir, hansı xislətdə olduqlarını sübariş nümunəsidir. Mənim anamın əslən Vedivdəndir, Qərb Azərbaycan. Onların babasının, nənəsinin gözünün qabağında evində saxladığı erməni təndirdə diri-diri yandırıb. Dəhşətdir, həqiqətən dəhşətdir. Yəni bunların xisləti ömür boyu heç vaxt keçməyib, keçməyəcək də. Bugün hər zaman deyirəm, biz hazırıq. Mən hər zaman hər şeyə hazır olmalıyıq. Biz hər zamanda hər şey, nə qədər ki düşman var, biz hər zaman hər şeyə hazır olmalıyıq. Bizə şükür edirəm ki, heç olmasa biz gəldik və bunu etdik tariximizi. Bəli. Biz o, necə deyirəm, qaralanmış tariximizi gələcək övladlarımız üçün, gələcək nəsillər üçün yenisini yazır. Amma onu demək deyil ki, keçmiş unudulmalıdır. Bəli. Biz indiyənə qədər keçmişi unutmamışıq. Düzdürmü? Doğrudur. Bugünkü gündə keçmişi unutmalı deyilik ki, bizim düşmanımız kimdir? Biz düşmanımızla hər zaman o sərhəddi saxlamalıyıq. Doğrudur. Təşəkkür edirəm gəldiyiniz üçün. Çox təəssüf ki, vaxtımız məhduddur. Sözün əsl mənasında o qədər məqamlara toxunmaq olar ki, elə Salman bəy canlı əfsanədir. Ondan o qədər məsələləri müzakirə eləmək olardı, o qədər fikirlər almaq olardı. Yəqin ki, xatırladacağı məqamlar var idi ki, söhbət əsnasında. Vaxtımız məhduddur, amma mən hər zaman demişəm, bizim veteranlarımız da, qazilərimiz də bayaq elə çox gözəl vurğuladınız. Müharibədən heç kim sağ qayıtmır. Şəhid olanlar şəhid olaraq qayıdır, amma digərləri müharibədə onun ruhu zədələnir, onun canı zədələnir, onun beyni zədələnir. Bütün qazilərimiz məncə canlı şəhiddirlər. Bütün veteranlarımız məncə canlı şəhiddirlər, şəhidlərin şahidləridirlər. Siz nətərdir mənim?
bizim ən böyük qəhrəmanlarımız veteranlardır. Bəli. Veteranlar olmasaydı nə şəhid evi çıxarda bilərdin, Nə də qazi. qaziləri. Doğru. Veteranlar bugünkü gündə xidmətin davam edir. Bəli, baş ucaldır. Mən onlar mənim üçün bir dünyadır. Təşəkkür Hər bir veteran edirəm. qarşısına baş əyirəm. Bəli, bütün hərbiçilərimizlə, zabitlərimizlə, gizirlərimizlə, əskərlərimizlə fəxr Azərbaycan edirik. ordusuna biz Azərbaycan fəxr edirik. ordusu ilə fəxr edirik. Qoşun növündən asılı olmayaraq. Bəli. Minnətdaram hər birinizə. Təşəkkür edirik. Allahdan sizə can sağlığı arzu edirəm ilk növbədə, ən birincisi və gələcək həyatınızda uğurlar arzulayıram. Qoy hər zaman yurdumuzda sülh olsun. Sözün əsl mənasında da elə bunu sonda qeyd edirik. Qələbə bizə çox yaraşır. Minnətdaram. Çox sağ olun. Çox Belə əziz izləyicilərimiz, bu günlük bu qədər. Müharibənin növbəti günündə görüşənə qədər hələlik.